Salam. Kürə və onun həcmi, sfera və onun səthinin sahəsi. Başlayaq sualları izah eləməyə. Birinci sualda deyir ki, sferanın diametri 3 dəfə azaltdıqda onun sahəsi necə dəyişər? Sfera və yaxud da kürə olsun, onun səthinin sahəsi 4 pi r-in kvadratı ilə tapılır. Yəni diametri ilə nə cür münasibətdədirsə, radiusla da elə həmin münasibətdə olacaq. Yəni diametri 3 dəfə azaltdıqda radius da 3 dəfə azalmış olacaq ki, bu zaman radiusun kvadratı qədər də sahə azalacaq. Çünki sahə kvadratla düz mütənasibdir. Deməli 9 dəfə sahəsi azalmış olar A variantı. Növbəti baxaq fərqli suallara uyğun olaraq. Üçüncü sual deyir ki, həcmi 200 pi olan kürənin radiusunu tapın. Kürənin həcm düsturuna əsasən 3-də 4 pi r kubu bərabərdir 200 piyə. Burada pi'lər gedər. Təbii ki, hər tərəfi 4'ə bölsəm qalacaq 50. R kubu bərabərdir 150 olur. Çarpaz 350'yə vurduqda R də buradan bərabərdir. 3-cü dərəcədən kök altda 150. Yəni düzgün variant C variantı. Növbəti burada baxaq. Dördüncü suala. Dördüncü sualın özü də fərqli olduğu üçün fərqli hər birinə baxacaq. Yəni hər sualdan birini işləyək. Diametri D-yə bərabər olan kürənin həcmi hansı düsturla tapılır? Yenə də deyirəm, baxın, gəlin diqqətlə fikir verək. Kürənin normal bildiyimiz həcm düsturu 3'də 4 pi r kubu deyilmi? Sadəcə olaraq burada biz onun diametrini ifadə eləməliyik. Burada r-in yerinə biz yazsaq ki, 3'də 4 pi, r-in yerinə yazacağıq. D bölünsün 2'nin kubu. Bu zaman bunu da hesabladığımız zaman 2'nin kubu eləyəcək 8. 4 ilə gedər, aşağıda qalar 2. 2 dəfə 3'ün 6 pi d də surətdə. Pi d-nin kubu bölünsün 6. C variantı. Növbəti uşaqlar baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, iki sferanın səthlərinin sahələri nisbəti 25/1-ə bərabərdir. Bu sferaların radiuslarının nisbətini tapın. Uşaqlar, yenə də bax, səthin sahəsini burada nəsə bir düstur işlətməyə ehtiyac yoxdur, nəsə hesablamağa ehtiyac yoxdur. Sadəcə olaraq bilginən ki, səthinin sahəsi 4 pi r-in kvadratı ilə tapılır. Sahə deməli, radiusun nə ilə münasibətdədir? Kvadratı ilə. Yəni radius neçə dəfə fərqlənirsə, sahə onun kvadratı qədər fərqlənəcək. İndi burada da sahələrin nisbətini verib. Deməli, buradan hər tərəfdən kök alsaq, sahələr 25/1 nisbətindədirsə, radiusu onun elə bil ki, kök altısı qədər fərqlənəcək. 5/1 qədər fərqlənmiş olacaq. Yəni düzgün variant D variantı. Növbəti burada baxaq 7-ci suala. Deyək, kürənin səthinin sahəsi 36 pi kvadrat metrə bərabər olarsa, kürənin həcmini tapın. Təbii ki, buradan səthin sahə düsturuna əsasən 4 pi r-in kvadratı bərabərdir 81 piyə. Bir yaxalım 8 oxuyurdum. Yəni həmən düsturdum. Aha, burada indi pi'lər gedir. Radiusun kvadratı 4'də 81. R də bərabərdir 2'də 9'a. Deməli, radius 2'də 9 elədi. İndi onun həcmini soruşur. Həcm də 3'də 4 pi r-in kubu. Yəni 9'un kubu bölünsün 2'nin kubu. Bunu da hesablamalar aparılandan sonra eləyəcək 121,5. Deməli, düzgün cavab Y bəndi. Növbəti baxırıq
9-cu suala. Deyir kürənin böyük dairəsinin sahəsi 2 kvadrat metrə bərabər olarsa, kürənin səthinin sahəsini tapın. Bax, diqqətlə fikir verək. Deyir kürənin böyük dairəsi. Kürənin böyük dairəsi onun, bax fikir verin, ox kəsiyi mərkəzindən keçən ox kəsiyidir. Yəni, bax, böyük dairəsi elə onun nəydi uşaqlar? Mərkəzindən keçən ox kəsiyidir. Bu da bir dairənin sahə düsturuna əsasən. Bax, burada həmin o dairənin radiusu ilə kürənin radiusu eynidir. İndi dairənin sahə düsturuna əsasən pi r-in kvadratı bərabərdir 2-yə. Buradan biz də bildik ki 4 pi r-in kvadratı ilə isə onun kürənin tam səthinin sahəsi tapılır. Burada da 4 vuraq 2 yerində nəzərə alsaq eləyəcək 8. Deməli, düzgün cavab 9-da B bəndi olacaq. Növbəti baxaq 11-ci suala. Deyir həcmləri nisbəti 64/8 olan kürənin səthlərinin sahələri nisbətini tapın. Birinci biz bildik ki, bax, radiusa görə işləsək 11-ci sualda. Radiusun kvadratı sahə ilə düzmü tənasibdir. Radiusun kubu ilə də həcm düzmü tənasibdir. İndi biz burada sahə ilə həcmi birbaşa əlaqələndirməyimiz bir qədər çətin olacaq da. Ona görə ən rahat yolu 11-ci sualda həcmlərin nisbəti 64/8 deyil. 64/8-ə əsasən həcmdən çıxır ki, radiusların nisbəti olacaq neçə? 4/2. Yəni, hər tərəfdən kubu ilə düzmü tənasibdirsə, hər tərəfdən 3-cü dərəcədən nə alaram? Kök. İndi yerdə qaldı 4/2. Sahəsi isə həmən, bu elə ki, bu radiuslara görədir də, bu aşağıda yazdım. Sahəsi isə onların kvadratı qədər. Yəni, bunları kvadrata yüksəltsəm 16/4 nisbətində olacaq. Yəni, 11-ci sualın cavabı A variantı. Yəni, bu da hər tərəfi də 4-ə ixtisar aparsaq 4/1 qalar. Növbəti burada baxaq 13-cü suala. Deyir radiusu 41 desimetr olan kürə mərkəzindən 9 desimetr məsafədə olan müstəvi ilə kəsilmişdir. Alınan kəsin sahəsini tapın. Bax, diqqətlə ağarmalıyıq. Verilən şəkili çəkək. Bir dənə təsəvvür gətirək ki, bu bir kürədir. Deyir ki, radiusu 41 desimetr olan kürə mərkəzdən 9 desimetr məsafədə olan müstəvi ilə kəsilmişdir. Yəni, bax, belə bir yuxarıdan bir müstəvi kəsiyin keçirdək. Bu müstəvi kəsiyindən deyir həmin o yuxarı hissədən kəsiyi aparmışam. Bax, həmin kəsiyə qədər məsafəsi neçə olacaq uşaqlar? 9. Deyir alınan kəsiyin sahəsini tap. Yəni, alınan kəsiyin sahəsi burada bir dairə yarandığı üçün, yəni burada ox kəsiyi yaranır. Həmin ox kəsiyi də dairədir. Onun radiusunu tapmalıyam. Buradan da uşaqlar, böyük kürənin radiusu da biz bilirik ki, yəni kürənin öz radiusu da 41-dir. Burada bir Pifagora əsasən 9-un kvadratı, yəni bu da əslində bir nətər. Bax, fikir verin, normal çevrədən də bilirik ki, ən yaxın məsafə, həm də temporal ox kəsiyinə ən yaxın məsafə perpendikular olacaq da, düzdür. Burada yəni bir düzbucaqlı şubucaq yaranır. Katetlər radiusla, ox kəsiyinin radiusu ilə 9 olacaq. Yəni kürənin öz radiusu isə hipotenuz. 9 üstəgələ r-in kvadratı bərabərdir 41-in kvadratına. Buradan r kvadratı bərabərdir
1600 olacaq. Məndən də alınan kəsiyin sahəsini deyir tap. Biz də buradan bilirik ki, elə ehtiyac yoxdur. Da yeri bir də niyə tapıram ki? Həmin o kəsiyin sahəsi elə dairə olduğu üçün pi yerin kvadratıdır. Yəni bu eləyəcək 1600 pi. Baxıram desimetrlə verim, amma cavablarda metrdir də. Burada desimetrin kvadratı alınır. Biz də bilirik ki 1 metr 1 metrin kvadratı 100 desimetrin kvadratıdır. İndi buna əsasən cavabımız olacaq 16 pi metrin kvadratı. Yəni düzgün cavab D variantı. Növbəti uşaqlar baxırıq 15-ci suala. Deyir ki, kürənin həcmi 1/3 pi santimetrin kubuna bərabərdir. Bu kürənin diametrini tapın. İndi həcm düsturuna əsasən biz bilirik ki 3/4 pi yerin kubu bərabər olacaq. Elə bunu da düzgün olmayan kəsirə çevirsək 3/4 pi. Buradan 3/4 pi'lər gedir. R kubu bərabərdir 1. Yerdə 1 çıxır. Diametri soruşdurursa, diametri soruşduğu üçün diametrimdə olacaq 2. Bu qədər rahat. Yəni düzgün cavab B bəndi. Növbəti baxırıq 17-ci suala. Deyir, kürənin radiusunu 20% artırdıqda həcmi neçə faiz artar? Uşaqlar, biz radiusun necə dəyişməyinə fikir verməliyik, sonra ona görə həcmi dəyişərik. Bax, 20% artmaq. Öyrətmişəm, faiz artmağı necə ifadə edirdik dəfə ilə. 100 götürürəm, 100 üstünə neçə gəlirik? 20% artıb da, düzdür. Elədi 120. İndi 120-ni bölürəm 100-ə. Deməli bu radius 1,2 dəfə artmış olacaq. Radius 1,2 dəfə artdığı üçün həcm radiusun kubu qədər artır. Çünki burada həcm radiusun kubu ilə düz mütənasibdir. İndi buna əsasən radius 1,2 dəfə artdığı üçün həcm 1,2'nin kubu qədər artar. Yəni 1,728 dəfə. Bu qədər artacaq. İndi bunu da biz faizə çevirsək, biz hissəni faizə nə cür çevirirdik? 1,728'i vuracam 100'ə. Bu da eləyəcək 172,8%. Aydındır ki, buradan da 172,8%'dən də çıxaram 100'ü. Yerdə qalacaq 72,8% artar. Düzgün cavab D variantı. Növbəti baxırıq 19-cu suala. Deyir, kürənin radiusunu 5 dəfə azaltdıqda böyük dairənin sahəsi necə dəyişər? Mən də bir vaxt dedim ki, böyük dairə onun mərkəzindən keçən ox kəsi idi. İndi deyir, elə bir ki, həmin o kürənin radiusu ilə həmin ox kəsiyinin, yəni onun dairəsinin radiusu eynidir. Deməli, burada kürənin radiusu necə dəyişibsə, elə həmin ox kəsiyinin də radiusu eyni dəyişəcək. Sahə də pi r kvadratı olduğu üçün, yəni radiusun kvadratı ilə düz mütənasibdir. 5 dəfə azaldığı üçün 25 dəfə azalmış olacaq. Yəni 19A variantı. Növbəti burada 20-ci sualda bir qədər sadə olsa da fərqlidir. Baxaq. Deyir, kürənin diametrinə perpendikulyar olan müstəvi diametri uzunluqları 4 və 6 olan hissələrə ayırır. Alınmış kəsiyin sahəsini tapın. Deyir ki, kürənin diametrinə perpendikulyar olan müstəvi
Və bir dənə diametr çəkirəm. Buna bir perpendikulyar olan digər bir müstəvini ox kəsiyini çəkirəm. İndi mənə deyir ki, bax, həmin ox kəsiyinin də radiusun qeyd edirəm. Perpendikulyar olduğu üçün çevrəyə əsasən mərkəzindən hər hansı, bax, belə deyim də, kürənin bu vətəri olur da, həmin o dairənin, uşaqlar, bax, diqqətlə fikir verək, bax, bu dairənin diametri kürənin, uşaqlar, nə olacaq? Elə bir kürənin böyük dairəsinin vətəri olacaq da. Həmin o kürənin mərkəzindən çəkilmiş perpendikulyar düz xəttdə onu yarıya böləcək. Yəni, çünki mərkəzindən keçəcək axı. Bu da r. Yəni, olur nəyin radiusu? Həmin o müstəvi kəsiyinin. İndi deyir 4 və 6 kimi bölür. Yəni, yerdə balaca hissə 4, böyük hissə isə 6 olur. Deyir, alınmış kəsiyin sahəsini tap. İndi vətərlər bölündüyü uyğun hasilləri bərabər olduğu üçün burada r vuraq, r bərabərdir 6 vuraq 4-ə. Yəni, r kvadrata bərabərdir 24. Burada da radiusu tapmağa ehtiyac yoxdur. Onun sadəcə sahəsi olur pi r-in kvadratı. Bu da eləyir 24 pi. Çünki r kvadratın yerinə birbaşa 24'ü yazaram da. Biraz belə deyək də, daha səmərəli şəkildə işləmək lazımdır. Sonra 21'ə baxaq. 21'də deyir, kürənin iki müstəvi kəsiyinin sahələri 18 pi və 54 santimetrin kvadratıdır. Bunlardan biri kürənin mərkəzindən keçir. Kürənin radiusunu tapın. Şuralar yenə də bax, 21-ci suala əsasən. Biri demir mərkəzdən keçir. Mərkəzdən keçən həmin o ox kəsiyi, böyük dairəsi, böyük sahəsi olacaq. Bir qədər yuxarıdan keçən isə ondan daha kiçik sahəni təşkil edəcək. İndi bunlardan hansının sahəsi böyükdür? Biri 18 pi'dir, biri də 54'dür. Təbii ki, bu pi biz bilirik ki, 3,14 nəsə davam eləyir. 18'i ilə 3'ə vuranda 54 eləyir. Pi də 3 deyil, axı 3,14'dür. Yəni, ən minimum şəkildə 3,14 götürsək belə 54'dən böyük eləyəcək. Deməli, bunun böyük dairəsinin sayəsi 18 pi imiş. Yəni, pi r kvadratı böyük dairəsinin sayəsinə əsasən. Çünki bunun böyük dairəsi ox kəsiyi dairədir də, onun kürəyə aidiyyəti yoxdur. Yəni, bir üz qabığı kimi burada ox kəsiyi nəzərə alsam. Yəni, özünün səthinin sayəsindən söhbət getmir. Ona görə 4 pi r-in kvadratını yazmıram. Ox kəsiyin sahəsi deyəndə pi r-in kvadratını başa düşəcəyik. Bərabərdir 18 pi-yə. Burada pi-lər gedir. R bərabərdir kök altda 18'də 9 vuraq 2 kimi yazsam. Eləyəcək 3 kök altda 2. Kürənin radiusu 3 kök altda 2. Düzgün cavab B variantı. Növbəti baxırıq 23-cü suala. 23-cü sualda deyir ki, radiusları 3, 4 və 5 olan 3 kürə verilmişdir. Həcmi bu kürələrin həcmləri cəminə bərabər olan kürənin radiusunu tapın. Uşaqlar, bax, V bərabərdir. Biz bilirik ki, həcm düstur 3/4 pi r kubudur. Hamısında standart olaraq bu 3/4 pi r, 3/4 pi eyni qalır. Yəni, rahat olsun deyə burada bunu ataram. Yəni, buna əsasən, bax, birincinin həcmi 3/4. Bax, hamısında illaq qoyacaq, hamı üçün ətraflı olsun. Amma öyrənəndən sonra başa düşün ki, bax, elə misal var ki, bəzən o 3/4 pi-ni ataram. Çünki ehtiyac yoxdur, gedəcək. Bax, 3/4 pi vurulsun birincinin kubu. Bir dənə diqqətlə qoş, buranı pozmuşam, bu təzdən yazım. Yəni, atıb da işləsəydim düz gələrdi. Sadəcə başa düşəsiz deyə tam atmıram. 3/4 pi 3'ün kubu. Üstə gələk 3/4 pi 4'ün kubu. Üstə gələk 3/4
pi 5'in kubu bərabərdir 3'də 4 pi. İndi onların həcmləri cəminə bərabər olan hər hansı bir kürənin həcminə. İndi burada hamısı üçün bax buna görə deyirəm ki 3'də 4 pi'lər eynidir, gedəcək hər tərəfdən. Elə bunların özlərinin kubları cəmi qalacaq. 27 üstə gələk 64 üstə gələk 125 bərabərdir y'nin kubuna. Y'nin kubu bərabərdir 216. Yer də buradan çıxacaq ki 6. Kürənin radiusunu soruşurdu. O da 6. Növbəti baxaq 25-ci suala. 25-ci sualda deyir ki, kürənin müstəvi ilə kəsiyinin sahəsi 36 pi'dir. Kürənin radiusu 10'dur. Kürənin mərkəzindən bu kəsiyə qədər olan məsafəni tapın. Yenə də şəkili canlandırmaq lazımdır. Deyir, kürənin müstəvi ilə kəsiyinin sahəsi 36 pi'dir. Müstəvi ilə kəsiyinin sahəsi, yəni müstəvi kəsiyinin demək istəyib də. İndi biz bilirik ki, müstəvi kəsiyi onun dairədir. Sox bərabərdir burada hər hansı bir pi əmələ gətirdi. Məsələn, burada bir dairə əmələ gətirir. Bax, bu ox kəsiyi. Onun pi radius sahəsi nətər tapılacaq? Pi kvadratı ilə də. Pi vurulsun onun radiusunun kvadratı. Buna əsasən bərabərdir 36 pi'yə. Burada pi'lər gedir, radius qalır 6. Yəni bunun radiusu neçə oldu? 6. İndi kürənin deyir ki, radiusu 10'dur. Kürənin öz radiusu 10'dur. Həmin bax buradan kürənin radiusunu çəksək bura 10. Deyir, kürənin mərkəzindən bu kəsiyə qədər olan məsafə, ən yaxın məsafə ona perpendikular olacaq. Və həmin kəsiyin nəyinə düşəcək uşaqlar? Mərkəzinə. Bir qədər də qaralayıram ki, söhbət nədən getdiyini görəsiniz. Və ona perpendikular. Burada düzbucaqlı şubucaq yaranır. Katet 6, hipotenuzun. Təbii ki, digər katetdə Pifaqora əsasən 8 çıxdığı aydın şəkildə görsənir. Deməli, bunun ən yaxın məsafəsi elə 8 olar. Bu qədər rahat. Cavab 8. Növbəti baxaq 27-ci suala. Deyir, sferanın mərkəzindən onu kəsən müstəviyə qədər məsafə 16'dır. Alınan kəsiyin çevrəsinin uzunluğu sferanın böyük çevrəsinin uzunluğunun 5'də 3 hissəsini təşkil edir. Sferanın radiusunu tapın. Yenə oxşar bir şəkil canlandıracağıq. Sfera kürə demək olar ki, yeni şeydir. Sadəcə olaraq sferanın içərisi boş, adi bir topu başa düşək. Kürə isə yer kürəsi, yəni içi dolu. İndi deyir, sferanın mərkəzindən onu kəsən müstəviyə qədər məsafə 24'dür. Tutaq ki, onu kəsən müstəvi bu olsun. Həmin onu kəsən müstəviyə qədər məsafə neçədir uşaqlar? 24. Alınan kəsiyin çevrəsinin uzunluğu biz bilirik ki, bunun radiusu R olsun. Kürənin özündə bir əlaqə yaratmaq üçün, bax məsələn, bunu bura çəkməyimin nə mənası var ki, böyük kürənin radiusunu. Bunu bir ox kəsiyinə uyğun çəkək ki, bir əlaqə yaransın da məntiqlə. İndi bu da böyük R olsun. İndi buna əsasən biz də bilirik ki, burada Pifaqor yaranır. Y'nin kvadratı üstə gələk 24'ün kvadratı bərabərdir böyük y'nin kvadratına. Və plus mənə deyir ki, alınan kəsiyin çevrəsinin uzunluğu sferanın böyük çevrəsinin uzunluğunun 13'də 5 hissəsini təşkil edir. Qardaş, dedim ki, böyük, elə bax bunun böyük ox kəsiyi var ha. Bunun böyük ox kəsiyinin radiusu ilə, bax böyük ox kəsiyinin radiusu ilə. Bunu bir qədər rəngini dəyişim ki, aydın olsun. Bax, bunun böyük ox kəsiyinin radiusu, bax, burada əmələ gələn dairə var, bax, bu dairə. Elə kürənin radiusu ilə eynidir də. Biz də bilirik ki, çevrənin uzunluğu
2 pi yerindən tapılır. Yəni elə uzunluqla radius düz mütənasibdir. Yəni radiuslar bir-birinin hansı hissəsini təşkil edirsə, uzunluqları da həmin hissəsini təşkil edəcək. İndi buna əsasən, yəni o kiçik ox kəsiyinin uzunluğu demir, böyük çevrəsinin uzunluğunun 5-də 3 hissəsini təşkil edir. Deməli, balaca R-də böyük yerin 5-də 3 hissəsi olacaq. Buna əsasən də aparıb yazsaq, birini elə ki, balaca çevrənin radiusuna 3x, böyük çevrənin də radiusuna 5x deyib hesablaya bilərik. Buna əsasən 9x-in kvadratı üstə gələk 24-ün kvadratı eləyəcək 576 birbaşa yazıram. Radiusun da kvadratı böyüyüncü də yerinə yazacağım 25x-in kvadratı. Buna əsasən indi 16x-in kvadratı bərabərdir 576. X kvadratı bərabərdir 576-nı bölsək 16-ya düşəcək 36. X də bərabərdir 6-ya. Məndən də deyir sferanın radiusunu soruşur. Sferanın da radiusu böyük R, yəni 5x-dir. 5 vuraq 6. Bu da eləyəcək 30. Düzgün cavab 30-dur. Növbəti baxırıq 29-cu suala. 29-cu sualda deyir ki, radiusu 1 olan 64 eyni kürəni əridib bir kürə düzəltdilər. Alınan kürənin diametrini tapın. Burada məntiqi işə salmaq lazımdır ki, bunu əritsən belə ümumi həcm bunların bir yerdə əmələ gətirdiyi həcm həmin o bir dənəsinin həcminə, yəni alınan böyük kürənin həcminə bərabər olacaq da. Yəni bunları yığıran bir yerə bir dənəsi alınır. İndi buna əsasən, indi biz balaca kürələrin həcmin tapsaq 3-də 4 pi R-in balaca elə bir ki, R olmalıdır. R-in kubu ilə tapılır da. Yerinə radiusun qiymətini yazıram. 1-in kubu. Vurulsun 64. Çünki 64 dənədir. Hər bir balaca kürədən. Bərabərdir bir dənə əridib aldığım kürənin həcminə. Buna əsasən hər birində 3-də 4 pi gedir. Qalır R kubu bərabərdir. 64-ü 1-ə də vuran deyil 64. Radius da bərabər olacaq 4-ə. Deməli 29-da alınan kürənin diametrini soruşur. Burada da 4 ilə 2-yə vururam. 8. Deməli düzgün cavab 8. Əslində nə qədər rahat imiş özünüz də görürsünüz. 30, 30, 29, 30, 31. 29-u dedik. 30, 31-də işlədiyimiz sual tiplərindəndir. Fərqli suallara baxaq. Məsələn, 32-də yəni uyğunlaşdırma deyir silindir. S oturacaq vurulsun hündürlük. Təbii ki, oturacağın sayəsini hündürlüyə vuranda silindirin həcmi tapılır. Yəni əmsalı falan olmur. Konusda deyir, sonra PRL var. Bu konusa aiddir. Elə buradan aydın şəkildə 32-də görsənir ki, bax 1-ə A, 2-yə B uyğun olaraq elə gedir. Sonra 3-də 4 pi kubu, sən bunları əzbər bilməlisən ki, elə sırası kürəyə aid olan bir şeydir. Sonra deyir, ox kəsiyi düzbucaqlıdır. Gəlin fikirləşək. Nəyin ox kəsiyi düzbucaqlı ola bilər uşaqlar? Konusun xeyri. Konusunki bərabər yanlış bucaqdır. Kürəninki dairədir. Silindirdə yeganə düzbucaqlıdır. Yəni bunları gözünüzün qabağında da canlandıra bilərsiniz. Yəni D-də getdi A-ya. Növbəti ox kəsiyi bərabər yanlış bucaqdır. Təbii ki, bunda bayaqda dedik. Konusa aiddir. Y variantı. 33-cü sualı da diqqətlə fikir verək. Şöyle deyir, şifahi sual, radiusu R olan kürədə uyğunluğu müəyyən elə. Yəni məsələn, birin yazsam kifayət eləyər də. Demir radius 2,5-dir. Baxıram cavablarda bir həcmi soruşur, bir də radiusu. Daha doğrusu diametri. Diametri bunun avtomatik çıxır ki, 2 vuraq 2,5 bu eləyəcək 5. Deməli düzgün cavab 1-ə D gedəcək. Bu D ilə bərabər görək həcminə uyğun olar.
Biz də həcm düsturuna əsasən bilirik ki, 3'də 4 pi r kubudur. Buna əsasən 3'də 4 pi'nin yerinə 3'ü özü verib ki, qoya bilərsən. 2,5'in kubunda yazırıq yerinə. Burada 3'lər gedir. Şuralar 25 ilə 3 dəfə bir-birinə vurmaqdansa daha səmərəli şəkildə hesablayaram. Bax 4 vuraq, 2,5'in 1'in 4'lə qruplaşdırıram. Yerdə qalan 2,5'in kvadratında qıraqda yazıram. Daha səmərəli hesablamağı öyrədirəm də. Durub 3'ləri bir-birinə vursan əlbəttə ki, vaxtın gedər. Bu da eləyəcək 10 vuraq 6,25. Bu da eləyəcək 62,5. Yəni B variantı 1'ə gedir B, D. Bu şəkildə səmərəli şəkildə uyğun hesablamalar apara bilərik. Növbəti 35-ci sual qəşəng bir sualdır. Əslində sadədir. Şəkili çəkək. Şəkil çəkirik. Çünki əsas şəkildir. Hesablayandan sonra da özü də görəsiniz ki, bu şəkil çəkməyə dəyməz də. Yəni çətin görsəndiyi qədər də asandır. Bax, bir qədər bunun rəngini dəyişim. Bax, buralar su ilə doludur uşaqlar. Bunun aşağı hissəsi su ilə doludur. Bax, buralar. İndi nəyə diqqət eləyək? Deyək ki, radiusu 15 olan yarım kürə formasındakı, yarım kürə yəni kürənin yarısıdır. Deməli, avtomatik bunun radiusunun içəridə öz deyir ki, 15. Qabın içərisində müəyyən qədər su töküldükdə suyun səthinin radiusu 9 olan dairə yaranır. Yəni, bu balaca kürəndə ox kəsiydi də. Burada bunun radiusu 9 olan bir ox kəsiyi yaranır. Dairə yaranır. Qabın suyu ilə dolu hissəsinin hündürlüyünü tap. Şuralar, bax, O'dan B'yə nə qədərdirsə, O'dan aşağısına da eyni olacaqdır. Çünki kürənin diametri, radiusu dəyişməyəcəkdir. İstənilən nöqtəsinə qədər məsafə eynidir. Baxıram ki, bu H-ı mən necə tapım? Fikirləşirəm ki, bax, yenə də dedim, məntiqlə bu ox kəsiyini veribsə, radiusu elə çəkməliyəm ki, əlaqə yarada bilim də. Məsələn, burada OB-nin heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq radiusu belə verib, mən radiusu tamamlayacağım O'dan A-ya. Bura olacaq 15. Buranın da perpendikulyar olduğunu bilirik. Buna əsasən burada yaranan düzbucaqlı üçbucağa görə 15. Burada qalacaq bu katetdə bir qədər buranı indi qıraqdan rəhləyirəm. Bax, buracan eləyəcək 12. İndi H da bərabərdir. 15 bütövrüdür də. 15'dən çıxıram 12'sin 3. Deməli, düzgün cavab 3 olacaq. Sonra 37-ci suala baxaq. Deyək, kürənin diametrinə perpendikular olan müstəvi diametri uzunluqları 2 və 8'ə bərabər olan hissələrə ayırır. Alınan kəsiyin sahəsini tap. Yəni, vaxt itirmədən bu suallara eynisin qapalı sualda da işlədim. Bax, bu onun ox kəsiyi olsun. Həmin ox kəsiyi perpendikulyardırsa, həmin ox kəsiyə aid olan diametrdə həmin kürənin diametrinə perpendikulyar olacaq və mərkəzindən keçər. Çünki perpendikulyardırsa, biz bilirik ki, onu yarıya da bölür. Çevrədən bunu xatırlayırıq. Və onu deyir ki, nə kimi bölür? 2 və 8 kimi. Yəni, buradan bura 8, digər məsafə isə 2. İndi r-in kvadratı bərabərdir 8 vur 2'yə, r də çıxır 4.
Deməli, bunun ox kəsiyinin radiusu neçəymiş? 4. Çevrəsinin uzunluğunu soruşur. L bərabərdir 2 pi r-ə əsasən 2 vuraq pi. Pi-ni özü vermirsə yerinə 3 yazma ixtiyarım yoxdur. Cavab 8 pi eləyəcək. Sonra baxıram 39-cu suala. 39-cu sualda isə deyir kürəyə toxunan müstəvi üzərində götürülmüş nöqtədən toxunma nöqtəsinə qədər məsafə 12, kürənin mərkəzinə qədər məsafə isə 13 santimetrdir. Bax, diqqətlə fikir verək. Kürəyə toxunan müstəvi üzərində götürülmüş nöqtədən toxunma nöqtəsinə qədər məsafə 12. Bax, uşaqlar. O müstəvin çəkmirəm. O müstəviyə aid olan düz xətti çəkirəm. Bax, deyir ki, bax aşağı tutaq ki, hər hansı bir müstəvidir də. O bir qədər rəngini dəyişim. Tutaq ki, aşağıda hər hansı bir müstəvi var. Bu qırmızı ilə çəkdiyimdə o müstəviyə aid olan düz xəttdir. Deyir ki, həmin hər hansı o elə bir ki, müstəvinin nöqtəsindən çevrə ilə kürənin toxunma nöqtəsinə qədər məsafə 12, kürənin mərkəzinə qədər məsafə isə olacaq, deməli isə uşaqlar, 13. İndi diqqətlə fikir verək. Deyir kürənin həcmini tap. Kürənin biz nəyə bilmirik? Radiusun. Bax buradan indi aşağıya doğru bir radius çəkirəm. 13, 12. Bu da kürənin radiusu olacaq. Bu da çıxacaq. Neçə uşaqlar? 25. Düzdür, Pifaqor əsasən. Şəkili canlandıran kimi cavab çıxır da. Daha doğrusu 25 5'in kvadratıdır. Bir qədər. Ha. Bu 25 yox. 5. 25 eləmək üçün 5 olmalıdır. Radius 5. İndi məndən isə kürənin həcmi soruşur. Buna əsasən indi 3'də 4 pi-ni yenə verməyib. Vuraq r-in kubu, yəni 5'in kubu. Bu da eləyəcək 5'in kvadratı 25, 25'i 4'e vururam 100. 500 pi bölünsün 3. Bu qədər rahat. Növbəti baxıram 41-ci suala. 41-ci sualda deyir yarımkürənin radiusu onunla eyni bölükdə olan hündürlüyü 8 olan konusun oturacağının radiusuna bərabərdir. Yəni şəkil elə çəkəcəm ki, göz qabağında hamısı görsənsin. Yəni uşaqlar, konusun oturacağı ilə yarımkürənin radiusu deyir eynidir. Yəni oturacağı bir dairə deyil. Yarımkürəsin əmələ gətirdiyi radiusla konusun oturacağının əmələ gətirdiyi radius bərabərdir. Onda belə çıxır ki, mən yarımkürənin bax bu böyük ağzı var, bu yuxarı hissəsi də böyük ox kəsiyi də bu həmçinin kürənin. Bax bunun radiusu ilə öz demir konusun radiusu, oturacağın radiusu eynidir. Onda belə canlandırmaq mümkündür də, daha rahat şəkildə görə biləsiniz. Çünki bunun oturacağı yarımkürəndə yuxarı hissəsi olacaq da. Qıraqda da çəkmiyorlar, tabi bir dəfə canlandırdıq. İndi eyni böyüklükdə deyir, hündürlüyü də 8'dir konusun. Deyir yarımkürənin tam səthinin sahəsini tap.
Bax, eyni böyüklükdə nə deməkdir? Yəni bunların həcmi bərabərdir. Həcm düsturuna əsasən konus həcmi nətər tapılır? 3/1 pi vurulsun r-in kvadratı vura h. Bunda h neçədir uşaqlar? 8. Bəs kürənin həcmi necə tapılır? 3/4 pi r-in kubu. Burası yarım küre olduğu için böləcəm bir də onun həcmi neçəyə? 2'ye. Bax, burada hər tərəfdən məntiqlə 3'lər gedir məxrəcdə, pi'lər qarışıq. Sonra burada belə deyək ki, 8 bıraq r-in kvadratı bərabərdir. 4'dən də 2 gedir, 2 r-in kubu. Burada 2 ilə 8, 4. R kvadratı ilə də kub gedir. R bərabərdir, qalır 4. Deməli, kürənin də radiusu olacaq 4. Məndən isə yarım kürənin tam səthinin sahəsini soruşur. Bunun tam səthinin sahəsi kürənin özünün 4 pi r kvadratıdırsa, yarım kürə onun nə idi? Yarısıdır da, düzdür. İndi burada nəyə diqqət eləmək lazımdır? Yarım kürənin deyir tam səthinin sahəsi. İndi yarım kürənin öz elə bir ki 4 pi r-in kvadratı deyil. Çoxu deyir ki, müəllim, eləcə bunu bölək 2'ye də. 4 pi r-in kvadratının yarısını götürdün, əla. Axı bir də bunun üz qabığı var, bu yuxarı hissəsi. Onda sahəsini gəlməlisən axı. Onun da radiusu, yəni elə kürənin radiusu ilə eyni deyil. Bax, kürənin radiusudur bu. Bax, şəkildə də göstərirəm. Bu da onun əmələ gətirdiyi yuxarıdakı müstəvi kəsiyinin, yəni yuxarıdakı böyük dairəsinin radiusudur da. Eynidir də, bu kürəyə aiddir. Çünki yarım kürədir. Kürənin mərkəzinə düşür. Yəni, başa salmaq istədiyim bir də əlavə orada bu yuxarıdakı dairənin sahəsidir. Pi r kvadratı, ona görə yarım dairənin sahəsi, tam sahəsi olacaq 3 pi r-in kvadratı. Buna əsasən pi-ni də nəzərə alsaq 3 vuraq 3 vuraq bir də 4'ün kvadratı. Bu da eləyəcək 9 vuraq 16. 9 dəfə 6 54 eləyəcək 144. Düzgün cavab 144 olacaq. Növbəti son suala 42'ye baxırıq. 42'də deməli uşaqlar, şərt oxumamış şəkili yenidən canlandırıram burada. Birini yuxarıdan çəkək. Şəkili tam çəkək, sonra şərt oxuyaq. Deyir kürənin mərkəzindən 12 və 5 santimetr məsafədə olmaqla bir-birinə paralel olan iki müstəvi keçirilmişdir. Müstəvilərdə görürsünüzmü? Dairədə də. Bax, tutaq ki, bura 12'dir, digəri də 5'dir. Demir, mərkəzdən 12-5 metr məsafədədir. Alınmış müstəvi kəsiklərindən birinin radiusu digərindən 7 santimetr kiçikdir. Birinin radiusu digərinin radiusundan 7 santimetr kiçikdir. Bax uşaqlar, burada nəyə fikir verin? Məsafə bax, elə bir ki, mərkəzdən keçəndə ox kəsiyi, müstəvi kəsiyi deyirlər. Bax da o müstəvi kəsiyi dairədə axı o. Kürənin mərkəzindən keçəndə radius daha da böyür, elə kürənin radiusu ilə eyni olur. Həmin o dairənin radiusu. Amma kürədən mərkəzindən daha uzaq yerdə kəsdikdirsə, onun radiusu get-gedə kiçilir. Deməli, bundan ən uzaq məsafədə olan hansı metr məsafədə olandır? 12 daha 9 santimetr məsafədə olandır ki, bunun radiusuna 1x deyirəm kiçik.
Demir 7 santimetr kiçikdir. Avtomatik 5 santimetr məsafədə olan 7 santimetr böyük olacaq da. Bir digərindən yenə də 7 santimetr kiçik oldu. Baxmaq lazımdır ki, hansı narda yazsın. İndi bunu yazdıq. Deyir ki, kürənin səthinin sahəsini deyir tap. İndi bu kürənin səthinin elə bir şey sahəsini tapmaqdan ötürü radiusunu bilməliyik. Bunu da əlaqələndirmək üçün buradan radiuslara tamamlayıram. Hər birində eynidir. İndi burada x'in kvadratı üstə gələk 12'nin kvadratı bərabərdir yerin kvadratına. Yuxarıdakı üçbucağa görə bir də ki aşağıdakı üçbucağa görə x plus 7'nin kvadratı üstə gələk 5'in kvadratı bərabərdir radiusun kvadratına. Burada uşaqlar bunu sistem qurub həll etsəm, çıxırsam radiusun kvadratları gedəcək. İndi birbaşa vaxt itirməmək üçün laf yazıram. X'in kvadratı üstə gələk 144 çıxılsın. Bax, bərabər yerin kvadratı qoy yazıram. Laf hələ birbaşa aparmıram da. X'in kvadratı üstə gələk 14 yer. Üstə gələk 49, üstə gələk 25 bərabər yerin kvadratına. Burada hesaplasaq yerin kvadratları gedir. X'in kvadratları gedir. Bir sözlə yer radius çıxacaq. Radius da deyir bura 14 yeri yazmışam əslində. X yazmalıyam da. X bərabərdir 5'e. X'in də 5 olduğunu bildikdən sonra bilirik ki 12 burada 5 bu üçbucağa əsasən radius olacaq 13. İndi kürənin radiusunda 13 tapdım. Kürənin səthinin sahəsini soruşur. S bərabərdir 4 pi'nin kvadratı 4 pi vurulsun 13'ün kvadratı. 4 vur pi vur 169 hesaplasaq 676 pi edəcək. Bu da sonuncu sualımızın cevabı. Bura qədər gəlib əziyyət çəkib qulaq asan hər bir kəsə təşəkkür edirəm. Burada yəni sualların heç birin şifahi şəkildə belə deyək də bu sual həlli budur, cavab budur deyib həll etmirik. Hər bir kəs rahat öyrənsin deyə ətraflı şəkildə izah edirik. Uğurlar arzulayıram hər bir kəsə. Çalışdığınız qədər diqqətlə baxsanız bu mövzuya aid istənilən sualı həll edə bilərsiniz. Dəstək üçün kanala abunə olub paylaşmağı unutmayın. Sağ olun.